Azərbaycanda minimum əmək haqqı nə vaxt artırılacaq? Nəhayət ki, bu məsələyə tam da olmasa qismən aydınlıq gətirilib. Belə ki, deputat Vüqar Bayramov məsələni şərh edib. Ümumiyyətlə, minimum əmək haqqının artırılması niyə vacibdir? Əgər düşünürsünüzsə ki, mən onsuz da minimum maaş almıram ki, mənə nə dəxli var bunun? Yanılırsınız. Büdcədə maliyyələşən şəxslərin hamısına minimum əmək haqqının artırılmasının təsiri var. Çünki büdcədən maliyyələşən şəxslər, vahid tarif cədvəli üzrə maaş alan şəxslər minimum əmək haqqı artırılan zaman avtomatik şəkildə onların da maaşlarında artımlar olur. Bəs bu il bu artımlar nə zaman baş verəcək? Vüqar Bayramov məsələ ilə bağlı bildirib ki, sözügedən qanun layihəsi fevralın 23-də qəbul olunub və qanuna əsasən ildə ən azı bir dəfə minimum əmək haqqıya baxılmalıdır və müvafiq artım baş verməlidir. Yəni əzizləyicilər, 2027-ci ilin fevralın 23-nə qədər bir müddət yerdə qalır. Bu müddət ərzində mütləq şəkildə minimum əmək haqqıya baxılmalıdır. Məndə olan məlumata görə isə minimum əmək haqqıya baxılması daha tez baş verəcək, hardasa iyun-iyul aylarında bu prosesin baş tutacağı gözlənilir.